أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم بسم الله الحمد لله والصلاة والسلام على رسول الله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Şeyhülislam İbn Teymiyyə rahimehullah Məcmul Fatavada Yunus bin Ubeyd, bu tabiindir. Tabiinin belə bir sözünü zikr edir. İbn Teymiyyə deyir ki, Kana Yunus bin Ubeyd yuvassi bi sələsə. Deyir ki, Yunus bin Ubeyd üç şeyi tövsiyə edirdi. Hemen bu tabiin. La tadkhul ala sultan ve in qulta amiruhu bi ta'atillah. Birinci, sultanın yanına girib çıxma. Yəni rəhbərin, əmrin, məlikin, dövlət başçısının yanı. Hansı ki, güc, dövlət əlindədir. Onun yanına girib çıxma. Lap özünə belə bir bəhanə gətirsən də ki, belə gedirəm ona Allahın itaətini əmr etməyə. Yəni Allahla qorxutmağa gedirəm. İkinci, və la tədxulu alə imrəətin və in qulta uallimuhu kitaballah. Qadınla bir yerdə qalma. Lap desən də ki, belə ona Quran öyrədirəm. Üçüncü, və la təsxə uzunaka ilə sahibi bidətin və in qulta aruddu aleyh. Üçüncü, adamda bidətçiyə, sapığa qulaq asma. Özünə belə bir bəhanə gətirsən də ki, rəddiyə verirəm ona, cavab verirəm, şübhələrini söylürəm. Üç adamdan uzaq ol. فَأَمْرُهُ بِالْإِحْتِرَاثِ مِنْ أَسْبَابِ الْفِتْنَةِ فَإِنَّ الْإِنْسَانِ إِذَا تَعَرَّضَ لِذَٰلِكَ فَقَدْ يَفْتَتِنْ وَلَا يَسْلِمُ. Deyir ki, burada bu üç şeydən uzaq olmaqda ihtiraz, yəni qorunmaq səbəbi iləndir. Çünki bu üç şey fitnənin səbəbidir. Bidətçini dinləmək, qadınla bir yerdə tək qalmaq, bir də rəhbərin yanına gedib gəlmək. Bu üç şey insanı fitnəyə salır. Bu səbəblə bu üç şeydən qorunmaq lazımdır. Bu əsasən xüsusən alimə, elm tələbəsinə aid olan bir məsələdir. Ümumiyyətdə isə də bütün müsəlmanlara aiddir. Bu üç kəsdən uzaq olmaq lazımdır. Üç kəs insanı hansı yerindən ovluyur? İnsanın havası var. İnsanda hava var. Və o hava insana pisliyə əmr edir. Allah təbaraka və teala deyir ki, Ərəeytə mən ittəxədə iləhəhu həvəhu. Əl-əyə, gördünmü o kəsi havasını özünə ilah etdi. Hava pis bir şeydir. İnsana nə isə əmr edir, insan da onu itaət edir. Hava insana deyir ki, şan, şöhrət, pul, vəzifən olsun və s. və ilaxır. Həmən bu şan, şöhrət, pul, vəzifə, məqam kimdədir, kimin əlindədir? Rəhbərin əlindədir. Sultanın, əmrin əlindədir. Sən də onun yanına gedib gəlirsənsə, o özündə olandan sənə nəsə bir şey verəcək, sonra sən onun yanında boğaz olacaqsan və sonra da səni istədiyi kimi istifadə edəcək. Və bunun üçün də İslam tarixində Rəbbani alimlərin qissələrini, həyatını oxusan görəcəksən ki, qaçıblar həmişə. Xəlifədən, rəhbərdən, sultandan qaçıblar. Hətta onları vəzifəyə təyin etdikdə belə, misal üçün Əbu Hənifəni Kufəyə qazı təyin edirlər, imtina edir. İmam Məlik, Harun Ər-Rəşid onu özünə yaxınlaşdırmaq istəyir, qaçır ondan. İmam Şafini qazı təyin etmək istəyirlər, qaçır. Bütün Rəbbani alimlər belə olublar. Niyə? Çünki biliblər bunun zərərini. Rəhbər sənə bir vəzifə verir, biraz şərait yaradır. Ondan sonra deyir ki, mən deyəndir. Elə dünyəvi quruluşda da belədir. Rəhbər çalışır ki, ağıllı insanları, savadlı insanları, hörmətli insanları yaxına çəksin, onunla özünün hakimiyyətini möhkəmləndirsin. Onların dili ilə nə etsin? Özünün hökumətini gücləndirsin. Bu, İslamda da belədir, küfürdə də belədir. Onun üçün fitnə səbəbi olduğu üçün sultandan, rəhbərdən qaçmağı Əhl-i-Sünnə və Cəmaət deyir ki, bu tabiinin sözüdür. Yunus bin Ubeyd tabiindir. Deyir ki, sultanın yanına girib çıxma çox. Lap ona yaxşılığı əmr edirəm desən də belə. Keçərli deyil. İbn-i Muflih Əl-Hənbəli rahiməhullah Əl-Ədəb-ı Şəriyə kitabında rəvayət edir. Deyir ki, Qalə Muhannə səəltu İmam Əhməd ibn Həmbəl. Muhannə deyir ki, Əhməd ibn Həmbələ sual verdim.
Ən İbrahim bin Əl-Haravi. Muhannə deyir ki, Əhməd ibn Həmbələ İbrahim bin Əl-Haravini soruşdum onun barəsində. Yəni, elm adamıdır, alimdir. Nə deyə bilərsən onun barəsində? İmam Əhməd dedi ki, racülun vasix. Çirkli, kirli adamdır. Yəni, o maddi kir yox, mənasında yox. İnsanlıq, əxlaq, ədəb, din baxımından deyir ki, racülun vasix. Kirli insandır. Fəqultu mə qovlükə innəhu vasix. Niyə soruşur ki, yəni nə üçün deyirsən ki, kirli adamdır? İmam Əhməd dedi ki, rahiməhullah, mən yətbəl vələt vəl-qudat fəhuvə vasix. Əmirlərin və qazilərlə oturub duran, onların yanına gedib gələn adam çirkli adamdır. Bu, Əhməd ibn Həmbəlin sözüdür. Yenə Əbu Nueym Hilə kitabında, Hilətül Əvliya kitabında rəvayət edir. Yəni, Cəfər Sadiq, Cəfər Sadiq, şiələrin məşhur 5-ci imamı. Bizə görə isə əhl-i sünnət imamı. Sələfin fəzilətli, təqvalı, elmli bir imamı, alimi. Deyir ki, Cəfər Sadiq, rahiməhullah, deyir ki, Əl-Fuqaha Umanə-ur-Rusul. Fəqihlər rəsulların əminləridir. Əminləri nədir? Yəni, onlar xəyanət etmədən rəsulun işini görən adam. Rəsulun risalətini təbliğ edən adam. Fəqih Umanə-ur-Rusul. Fəqihlər rəsulların əminləridir. Fəizə rəeytəhum əl-fuqaha fəqad qad rakibu ilə salatin fəttəhimuhum. Əgər həmən bu fəqihləri sultanlarla birlikdə görsəniz, onları ittiham edin. Yəni, yaxşı baxmayın onlara. Yenə bir səhih hədis, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Tabarani rəvayət edir buna, həmçinin Deyləmi rəvayət edir. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, İyyəkum və əbvəbus salat, sultanın qapısına gedib gəlməkdən çəkindirirəm sizi. فَإِنَّهُ قَدْ أَصْبَهَ سَعْبًا حَبُوتًا. Çox çətin və insanın əməlini puç edən bir şeydir. Allah Resulü Aleyhisselatü Vesselam deyir ki, sultanın qapısına gedib gəlməkdən sizi çəkindirirəm. Yenə Peyğəmbər sallallahu aleyhi ve sellem Tirmizinin, Əhmədin və Nəsayinin rəvayət etdiyi hədisdə Allah Resulü Aleyhisselatü Vesselam deyir ki, mən səkənəl bədiyyətə cəfə. Mən səkənəl bədiyə. Kim gedib səhrada yaşayarsa, yəni bədəvi həyatı. Kim səhranı özünə məskən edərsə, cəfə. Cəfə yəni ədəbsizləşər, kobudlaşar. Şəhərdə baxma, insan bir-birindən nə ifə verənirdə. Gedib çöldə tək qaladasan, orada qabalaşacaqsan. Mən səkənə əl-bədiyyətə cəfə. Səhrada yaşayan insan cəfə, yəni ədəbsizləşər. İndinin insanlara heç səhraya ehtiyac yoxdur. Şəhərin ortasında yaşaya-yaşaya ədəbdən heç bir şey yoxdur. Deyir ki, mən səkənəl bədiyyətə cəfə. Səhrada məskən salan ədəbsizləşər, kobudlaşar. O mən ittəbə seydə qafələ. Kim yalnız elə ovçuluğa özünü həsr edərsə, qəflətə düşər. Və mən ətə sultan, kim sultanın yanına gedib gələr, iftətənə, fitniyə düşər. Bu, Yunus bin Ubeydin dediyi birincidir. Üç şəxsdən uzaq ol. O üç şəxsin birincisi sultandır, rəhbərdir, əmirdir, xəlifədir. Bu, xüsusən elm adamına aiddir. Niyə? Çünki sultan sıradan cahil adam nəyinə lazımdır ki? Heç cahil adamı sultan qapısına da buraxmaz ki, qapısına gedib gələsən. Sultan istəyir ki, onun qapısına bir hörmətli adamlar gəlsin, getsin. O da onlardan oğlasın. Gəlir, gedir, rəhbərin yanına deyir ki, oğlum böyüyüb, 20 yaşı var. Nə iş görür? Yaxşı da oxuyub falan. Deyir, gəl onu falan yerə falan vəzifəyə təyin edeyim. Bu da deyirlər, nə olar et? Oğluna bir dənə vəzifə verir, bitdi. Atası düşdü onun cilovuna. Deyir, oğluma vəzifə vermişəm. Ağıllı ol. Ya gedir, gəlir onun yanına deyir, nə iş görsən, nə inirsən, tələbə zat yetişdirirsən, var bir balaca mədrəsən var, balaca nədir? Göstəriş verim, sənə böyük bir şey versinlər, orada yığ cəmaat dərs kes. Götürür, sənə bir böyük bir yer verir, deyir ki, burada cəmaatda din öyrət. Sən də dini öyrədirsən. Bir gün deyirlər ki, sultan belə bir siyasəti var. Nə deyə bilərsən onun barəsində? Nə deyə bilərsən? Stol onun, yer onun. Nə deyə bilərsən ki?
Bu səbəbdən deyirlər ki, sultanın qapısına gedib gəlmə. Elm adamı. Ancaq bugünkü müasir dövrdə bax, din təhsili alan insanlar elə din təhsilini sultana görə gedib alırlar ki, gedək biraz bana yaltaqlıq eləyə, bizdən ətə bir vəzifə versin. Elə din ona görə öyrənirlər ki, hansısa rəhbərin qanadının altına girələr və ona orada köpəklik eləyələr. Ancaq Allah və Rəsulü bundan çəkindirib ki, sultanın qapısına gedib gəlmə. İkinci adam və lə tədxul ələ imrəətin, qadınla tək qalma. Və in qultə uallimuhə kitaballah, Allahın kitabını öyrədirəm desən də belə, qadınla tək qalma. Niyə? İnsanda şəhvət var, heyvan kimi. İnsan qadınla tək qalanda şəhvəti qabarır, düşürsən şəhvətin təsirinin altına, sənə hakim olur, sonra da gec olur. Ona görə şəriət fitnənin səbəblərini nə edib? Bağlayıb ki, əgər səndən məhrəm deyilsə, oturma onunla birlikdə. Ömər bin Xattab radiyallahu anh deyir ki, lə tucalis imrəətən vahdəhə, heç bir qadından tək bir yerdə oturma, qalma. Və ləv kuntə tudarrisuhəl Qur'an, ona Quran dərsi keçsən də belə. Yəni, mübarrar deyil ki, din öyrədirəm və s. və ilaxır. Tək qalma. Peyğəmbər sallallahu aleyhi ve sellem İmam Tirmizinin və Əhmədin rəvayət etdiyi hədisə deyir ki, ələ lə yaxluvənnə rəculun bi imrəətin illə kənə səlisuhumə şeytan. Kişi əgər bir qadınla birlikdə tək qaldısa, üçüncüsü şeytandır. İnsanda heyvan kimi şəhvət var. Həmən şəhvət sənə qalib gəlməsin deyə şəriət səbəblər qoyub. Qadın kişi ilə ixtilat etməməlidir, bir yerə qarışmamalıdır. Məsciddə qadınların yeri ayrı olur, kişinin yeri ayrı olur. Qadın üçün şəriətin əmr etdiyi yer vaqarna fi buyutikunna, evlərinizdə qərar tutun. Evlərinizdə qərar tutun. Qadına şəriət hicabı, niqabı əmr edib. Niyə? İnsan olsun. Yoxsa kafir cəmiyyətində qadın kişi eyni hüquqdadır. Nə baş verir? Kim kimdən törüyüb heç kim bilmir. Onun üçün şəriət həmən fitnənin qarşısını almaqdan ötürü xüsusi hökmlər qoyub ki, bunlara riayət edin ki, fitnə fəsad olmasın. Və bu üç tövsiyənin ikincisində Yunus bin Ubeyd deyir ki, rahiməhullah, və lə tədxulə alə imrəətin və in qultə uallimuhə kitaballah, qadınla tək qalma lap ona Quranı öyrədirəm desən də. Üçüncü, və lə tusği uzunəkə ilə sahibi bidətin və in qultə aruddu aleyhi, bidətçiyə qulaq vermə, dinləmə, ona rəddiyə verirəm desən də belə. Bugün ən çox yayğın olan insanların mürtəd olmasının, sapmasının səbəblərindən birisi budur. Sultanın yanına gedib gələ bilmir müsəlmanlar. Ya yoxdur, ya olan da bizlik deyil. Heç sultan yetim yüsürü, kasıb miskini yaxınına da bıraxmır. Qadınla da nə bilim təşqalan ola bilsin, elə yerdə olar ki, gözdən kənar yerdə olar. Ancaq elə müsəlmanın gözünün qabağında görürsən ki, bidətçi oturur da, durur da, söhbət deyir, qulaq dasır. Sonra da adır. Şəriət deyir ki, dinləmə. Niyə? Çünki insanda üç şey cəmlənir. Bir havadır, hava başda dediyim idi, üç şeyin birincisi. Hansı ki, sultanlar onunla insanları ovlayırlar, hava ilə. İkinci şəhvətdir, insanda var, insan şəhvəti ilə alır. Baxırsan ki, insan şəhvət səbəbinə mürtəd olur. Üçüncü, bir sapığı dinləməkdir. İnsanda əqidə var, nəyəsə inanır. Bir sapığı dinləyəndə elə bir şübhə atır ki sənə, o şübhə sənin əqidəni dağılır və o şübhənin altından qalxa bilmirsən. Onun cavabını tapmadığına görə sənin əqidən pozulur. Həmən əqidə pozulmasın deyə də əhl-i sünnət ittifaq edib ki, bidətçiyə qulaq asmaq olmaz. İnsanlar bunun təfsilatını anlamırlar. Deyirlər, niyə olmaz ki? İnsan deyir, mən qorxmuram, mən danışsın, mən əqidəni bilirəm. Allah Rəsulü aleyhissalatu vesselam Ömər bin Xattabın əlində Tevratdan bir parça vərək gördükdə qəzəblənər ona. Deyir ki, mən sağ ikən sən Musa sağ olsaydı mənə ittiba edərdi. Niyə oxuyursan? Ömər bin Xattab həmən adamdır ki, Allah Rəsulü onu Faruq adlandırıb. Onu Faruq adlandırmağı ilə bərabər də onu qınır ki, niyə oxuyursan?
Sənə heç kim Faruq deməyib. Sən heç əhl-i sünnətin mucmal əqidəsini təfsilatı ilə demirəm. Əqidənin hərəsinə bir dənə, bir maddəsinə, bir dəlil soruşursa bilmirsən. Onda qalmış ki, onun şübhəsinə cavab verəcəksən, gedib ona qulaq asırsan. Allah da görür ki, sən qulağını açıb bıraxmısan, yəni əqidə qeyrəti çəkmirsən. Elə onu da dinləyirsən, bunu da dinləyirsən, gedib ona qulaq assan, buna qulaq assan, birində də düşürsən hara, məhv olub gedirsən. Ona görə qulaq asmamalısan. Səbəb budur, hikməti budur bu işin. Qalə Muhammed bin Nadir Əl-Hərisi. Muhammed bin Nadir Əl-Hərisi deyir ki, sələfdəndir. Mən əsqa səməhu ilə sahibi bidətin və huvə ya'ləmə ənəhu sahibu bidətin nədəət minhu əl-ismə və vukilə ilə nəfsihi. Bir kəs, bir bidət sahibinə qulağını verərsə, bilərəkdən, bilir ki, bidətçidir. Qulağını verib deyir, danış. Bu da danışır öz əqidəsini, şübhəsini, küfrünü, bidətini. Deyir, bu adam nuziət minhul ismə, ondan ismət qaldırılar. Yəni qorunmada yoxdur artıq o. Yəni ismət üzərindən qaldırılar və vukilə ilə nəfsihi, öz nəfsinə buraxılar. İmam Malik rahimehullah deyir ki, kana yuqalu la tamakkan zaiqal qalb min uzunika fa innaka la tadri ma yualliquha min zalik. Deyir ki, belə deyilmişdir ki, zaiqul qalb, yəni qəlbi sapmış bir adam, sapıq bidətçi. Beləsini qulağına yaxın buraxma, çünki bilmirsən nə asacaq ora, nə atacaq ora, bilmirsən. Və onun atdığı o şübhənin altından çıxa biləcəksən, yoxsa yox, çödə biləcəksən, yoxsa yox, bilmirsən. Onun üçün əhl-i sünnə və cəmaət bu üç tövsiyəni bütün dövrlərdə, bütün zamanlarda və məkanlarda, xüsusən alimlərə, elm tələbələrinə, ümumən də bütün sıravi müsəlmanlara nəsihət olaraq demişlər. Bir, sultanın qapısına gedib gəlmə, səni havandan ovlayacaq. Qadınla bir yerdə tək qalma, səni şəhvətindən rəzalətə salacaq. Üçüncü, bidətçini dinləmə, əqidəni şorlayacaq. Bu üç şey səbəbdir ki, bu üç şeylə qorunsan, dinini, əxlaqını, kişiliyini, insanlığını qorumuş olarsan. Bunun üçüncüsü yayğındır bugün müsəlman toplumların içərisində. Baxırsan, oturur bekarçılıqdan bir gün ona qulaq asır, bir gün buna qulaq asır, bilmir nə danışır. Hamiyə qulaq asır, deistə də qulaq asır, irca əhlinə də qulaq asır, şiəyə də qulaq asır, Quraniyə də qulaq asır, hamısına qulaq asır. Axırda birinin mütləq toruna düşür. Onun üçün şəriət bunu haram edib ki, bu sədd-i zəriə, baş yerədək pis şeyin qarşını almaqdan ötürü, bidətçini dinləmə. Əmin deyilsənsə birisi, danışan adam əqidəsi əmin olduğun bir kəs deyilsə, ondan din öyrənmək olmaz. Necə ki, sən əmin olmasan ki, xəstəsən, səni müalicə edəcək bir həkim, o işin mütəxəssis deyil, qaçarsan ondan. Yəni, gəlmirsən, xəstələnmirsən, həkimin yanına gedirsən, soruşursan, 50 adamdan soruşursan ki, necə həkimdir? Biri deyir, mən getdim, müalicə oldum, mənə yaxşı təsir etdi. Baxırsan ki, hamı buna deyir ki, bu həkimdir, təhsillidir, gedirsən onun yanına. Lakin ciyərivi, böyrəyivi, dalağı, qarnıvı, nə bilim, qıçıvı gedib sıradan yoldan keçən həkim olmayan bir adama təslim etməzsən. Ancaq qulağıvı, dinivi, əqidəvi kimə gəldi, verirsən deməli, sənin üçün mədə bağırsaq, böyrək, ciyər dindən daha əhəmiyyətli bir şeydir. Canıva necə həssasiyyətlə yanaşırsan, xəstələndə, dinin ondan qiymətlidir. Dininlə gedib girəcəksən cənnətə ya da cəhənnəmə. Onun üçün dini qorumaqdan ötürü görə bidət əhli olan, əqidəsi doğru olmayan insanlar haqq danışsalar da belə qulaq asmayasan. Çünki bilmirsən, o haqqı danışanda onun içərisində hara batili pişib sənə yedizdirəcək, onu sən bilmirsən. Əməl etmirlər insanların çoxdur. Nə qədər bu son 10 ildə, 15 ildə bu əqidədən dönən insanlar oldu, hamısının ged araşdır, görəcəksən ki, səbəbi bu olub. Kiməsə qulaq asıb, kimdənsə təsirlənib və sonra dindən uzaqlaşıb, sünnətdən uzaqlaşıb, mürtəd olub və s. Subhanəkəllahə və bihamdik, əşhədə ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.